Hər vaxtınız xeyir əziz TV izləyiciləri. Yadanış Ekeç kontentinin yeni buraxılışında xoş gördük hər birinizi. Bugünkü verilişimizin çəkilişi üçün universitetimizin 3-cü korpusundayıq. Hər zaman olduğu kimi mikrofon tələbələrə uzadılır, əvəzində isə Yadanış Ekeç. Salam, Yadanış Ekeç. Danış. Sizə verilən ən qəribə ləqəb hansıdır? Qəribə deyil, amma seriş var. Yoxdur ləqəb. Niguş. Yoxdur elə bir ləqəb. Dünyada sadəcə bir yemək növü qalsaydı hansı yemək olmasını istəyərdiniz? Dolma. Aş. Dolma. Aşqara. 2 hours later. Düşünməmişəm bu haqda. Özünüzə müəyyən bir sahədə nümunə hesab etdiyiniz insan kimdir? David Goggins deyərdim. Yoxdur. Adını bilmirəm, amma memar olmaq istəyərdim. İndi onda sayda kim varsa onunla. Zelim Kotseyev. Nə üçün? Judoçudur, Olimpiya çempionudur. Aydındır, çox təşəkkür edirəm. Güləşçi ola bilər, idmançı. Abdurrəşid Sadolayev. Allah, çox sağ olun, təşəkkür edirik. Salam, Yadanış Ekeç. Salam, keç. Beləliklə dəyərli izləyicilərimiz bugünkü buraxılışımızın sonuna gəlib çatdıq. Adbu TV komandası olaraq hər birinizə xoş gün keçirməyi arzu edirik. Növbəti yayımlarda görüşmək ümidi ilə hələlik.